Hər vaxtınız xeyir, hörmətli YouTube izləyiciləri, tələbələr, ə, YouTube kanalının bütün izləyiciləri sizləri salamlayır və müəyyən fasilədən sonra kanalımızda video dərslərin davamını çəkməyə başlayırıq. Hansı ki, bu silsilə video dərslər Windows 11 əməliyyat sistemi üzərində olacaq. Düşündüm ki, Windows 11 əməliyyat sistemi artıq bu ildən etibarən dövlət qulluğu qəbul imtahanına, eləcə də magistratura qəbul imtahanına fevral ayında düşəcək. Düzdür, rəsmi açıqlanmasa da ki, 2026-cı il magistratura imtahanına Windows 11 əməliyyat sisteminin düşəcəyi, ancaq 99,99% etibarı ilə təbiidir ki, Windows 11 əməliyyat sistemi düşəcək. Dövlət qulluğuna isə artıq oktyabr 2025-ci il oktyabr imtahanından başlayaraq Windows 11 əməliyyat sistemi düşür. Və belə deyək, bu barədə Windows 11 əməliyyat sisteminin rəsmi Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunan heç bir nəzəriyyəsi yoxdur. Bir tərəfdən absurddur, bəli, yəni Dövlət İmtahan Mərkəzi imtahan təşkil edir, mövzu qoyub, həmin mövzu əsasında sual tərtib eləyir və bu sualın konkret, belə deyək, istinadı olmalıdır. Hansı ki, bu istinad isə Dövlət İmtahan Mərkəzinin özünün nəşr elədiyi kitaba aid olmalıdır. Amma əfsuslar olsun ki, Dövlət İmtahan Mərkəzi bununla bağlı hələ bir rəsmi öz informatika kitablarında rəsmi düzəliş etməyiblər. Çox güman ki, yanvar ayına artıq bu kitabın yeni versiyasını hazırlayarlar və orada artıq kitabın yeni versiyasında Windows 11 əməliyyat sisteminin nəzəriyyəsi yer alacaq. Bu səbəbdən dolayı xüsusən indi dövlət qulluğuna hazırlaşan tələbələr çaşqınlıq içərisindədirlər. Çünki Windows 11 əməliyyat sistemi onlara yad gələn bir əməliyyat sistemidir. Baxmayaraq ki, bəli, Windows nəsilləri, belə deyək də, əməliyyat sisteminin nəsilləri bir-birlərinə bənzəyirlər. Ə, İmtahana Windows 10 əməliyyat sistemindən hazırlaşıb gedə bilərəmmi müəllim? Bəli, gedə bilərsiniz əslində, amma ə, Dövlət İmtahan Mərkəzinə güvən olmaz və birdən elə bir yerdən sual verər ki, və bu Windows 10 əməliyyat sistemində olmaz və bu sırf bilavasitə Windows 11 əməliyyat sisteminə aid olan bir hissə olar və bu təbii ki, haqlı bir narazılığa gətirib çıxarda bilər. Məhz tələbələrə kömək məqsədi ilə bu video dərslər keçirilir və Windows 11 əməliyyat sistemi indi planımda tutduğum qədərilə 3 video dərsdən ibarət olacaq. Amma dördüncü video dərsin də olmağı istisna edilmir. Niyə? Çünki indi axarına buraxaq. Çalışdığım qədərilə video dərsləri ə, maksimum hər bir dərs 30 dəqiqəni aşmamaq şərti ilə çəkəcəm ki, çünki birdən-birə bütün Windows 11 dərsliyini video halda çəkib kanala yerləşdirib və sizinlə paylaşmağım həm də ona görə məqsəd uyğun olmazdı ki, bu biraz sıxıcı olardı. Bir qədər belə deyək, baxdıqca sizi yuxu tuta bilər. Ona görə çalışdığım qədərilə mövzunu daha sadə izahla, anlayışlı bir dillə izah etməyə çalışacağam və hər zaman bir müəllim olaraq əsas əmalım da bu olub ki, mövzuları daha səlis, kitab dilində, terminologiyadan istifadə etməyərək ə, əsas burada məsələ nədir? Tələbənin mövzunu başa düşməsi. Əgər bir tələbə keçirilən mövzunu başa düşürsə, nə xoş bizə. Yəni bütün müəllimlərin dilindən sizlərə xitab edirəm, nə xoş bizə. Yəni bu gün bir tələbəmizin gedib imtahanda uğur qazanması bizim üçün bundan böyük xoşbəxtlik ola bilməz. İndi isə videonu çox uzatmadan gələk əsas mətləbə. Tələbələrin ən çox nifrət etdiyi mövzulardan biridir. Sözün açığı müəllimlərin də. İndi bütün müəllimlərin dilindən danışmayım. Şəxsən mənim belə bir informatika müəllimi olaraq
Windows əməliyyat sistemini izah etmək mənim belə acığıma gəlir. Niyə görə? Çünki bu əməliyyat sistemini də danışdıqca özünüz də görəcəksiniz ki, nəinki Windows 11, hətta Windows 10, hətta Windows 7, düzdür, arada Windows 8 əməliyyat sistemi də var, amma ə, imtahanlarda heç zaman Windows 8 əməliyyat sistemlərindən ə, sual düşmədiyinə görə birbaşa olaraq Windows 10-dan Windows 7-yə keçid elədim. Bu bəzi tələbələrdə sual doğurmasın ki, müəllim Windows 11-dən qayıtdı Windows 10-a, sonra arada Windows 8 var imişkən müəllim Windows 7-yə keçdi. Ə, Yəni imtahana düşən Windows versiyalarına olaraq vurğulayıram ki, tələbələrin hər daim, hər dönəm çətinlik çəkdiyi mövzulardan biri olub. Niyə? Çünki bu mövzuda biraz qarışıqlıqlar çoxdur. Bir funksiya bir neçə yerdən icra oluna bilir. Və ona görə də tələbələrin heç sevmədiyi mövzulardan biridir. Və bir müəllim olaraq da şəxsən mənim bu mövzunu keçməyimdə ən çox sevmədiyim hissə isə eyni ilə bir funksiyanın bir neçə yerlərdə olması və bunu özüm də tələbəyə izah edəndə şəxsən ə, özümü tələbənin yerinə qoyub hər zaman fikirləşirəm ki, yəni mən bunu izah edəndə belə lord dillə desək çərləyirəm. İndi görün tələbə yazır. Bunu necə əzbərləməlidir? Yəni mən hər zaman tələbələrin tərəfində olmuşam, amma əfsuslar olsun ki, əgər Dövlət İmtahan Mərkəzi deyirsə ki, qatıq qaradır, deməli ki, qaradır. Başlayaq Windows 11 əməliyyat sisteminə. Sonra Dövlət İmtahan Mərkəzinin rəsmi olaraq sentyabr ayında bir açıqlaması oldu və bu açıqlamada qeyd olundu ki, Windows 10 əməliyyat sisteminin yenilənməsi, ümumiyyətlə Windows 10 əməliyyat sisteminə Microsoft şirkəti tərəfindən dəstəyin göstərilməsi rəsmi dayandırılıb. Bəli, doğru deyil. Yəni Microsoft şirkəti hansı ki Windows əməliyyat sistemi Microsoft şirkətinə məxsusdur. Microsoft şirkəti, bəli, Windows 10 əməliyyat sistemi üzərində belə deyək, dəstəyi, onun yenilənməsini dayandırıb. Buna səbəb isə Windows 11 əməliyyat sisteminin təşviqatı ilə bağlıdır. Çünki daha bir üst səviyyə əməliyyat sistemi olduğu təqdirdə istifadəçilər Windows 10 əməliyyat sistemində qalmışdılar və bir növ istifadəçiləri Windows 11 əməliyyat sisteminə ə, təşviq etməkdən dolayı Windows 10 əməliyyat sisteminin yenilənməsini və ona olan dəstəyi dayandırıblar. Rəsmi olaraq Windows 11 əməliyyat sistemi ilk dəfə 24 iyun 2021-ci ildə Microsoft şirkəti tərəfindən təqdim edilib, yəni bunun təqdimatı keçirilib, amma istifadəçilər tərəfindən artıq ilkin mərhələdə Windows 11 əməliyyat sisteminin praktika olunması isə, yəni artıq istifadə olunması 5 oktyabr 2021-ci il tarixinə təsadüf eləyir. Bəs yaxşı, bir sual yaranır ki, Windows 11 əməliyyat sistemini nə zəruriyyət yarandı ki, Windows 10 əməliyyat sistemindən biz Windows 11 əməliyyat sisteminə keçdik? Zəruriyyətlər hansılardır? İndi video dərsləri davamı ilə daha doğrusu baxdıqda görəcəksiniz bu yenilikləri. Sadəcə indi giriş olaraq qısa bir sizə giriş verim ki, Windows 11 əməliyyat sisteminin özündən əvvəlki versiyaları var. Elə bir əvvəlki Windows 10 əməliyyat sistemi ilə müqayisədə bir neçə üstünlükləri var. Hansı ki bu üstünlük yeni və modern dizayndır. Hansı ki indi danışacağıq. Start menyudan, tapşırıqlar panelindən, bu yeni dizaynın modern olması və bu modernizasiya prosesindən irəli gələn bir çox funksiyaların, hansı ki Windows 10 əməliyyat sistemində belə bir funksiyaları yoxdur. Həmin funksiyaların ərsəyə gəlməsi, daha sonra Snap Layout və Snap Group funksiyaları var ki, bu pəncərələr üzərində daha səmərəli funksiyaları yerinə yetirmək, pəncərələri, yanaşı pəncərələri xüsusən daha optimal vəziyyətdə görünümünü təşkil etməkdir. Ondan sonra Microsoft Store var. Necə ki telefonlarda Apple markalı telefonlarda App Store var.
Android markalı telefonlarda Play Store var. Eləcə də Windows 11 əməliyyat sistemində, düzdür, Windows 10 əməliyyat sistemində də Microsoft Store var idi. Yəni Microsoftun mağazası, hansı ki bu mağaza tətbiq mağazası idi, proqram mağazası idi. İstifadəçilər bu mağazaya daxil olub bir çox tətbiqləri kompüterlərə yükləyə bilərlər. Rəsmi Microsoft şirkətinin özünə məxsus olan, bax elə danışdıqca da elə sizə göstərim. Bax, baş menyuya, yəni Start menyusuna getdikdə, o gördüyünüz kimi burada Microsoft Store var və biz Microsoft Store-a daxil olub, düzdür, bu yenə deyirəm, bu Windows 10 əməliyyat sistemində də var idi. Bu ciddi bir yenilik deyil. Amma Windows 11-də bunun əsas yeniliyi nədən ibarətdir? Daha çox proqram dəstəyi. Hansı ki, elə proqramlar var ki, onlar Windows 10 əməliyyat sistemi üçün mümkün deyildi onu yükləmək, amma artıq Windows 11 əməliyyat sistemində həmin o proqramları yükləmək mümkündür. Yəni daha genişlənmiş formada Microsoft Store, yəni Microsoft mağazanın təkmilləşdirilmiş versiyası ilə Windows 11 əməliyyat sistemi bizim qarşımızdadır. Daha sonra təkmilləşmiş virtual iş masaları olacaq. Hansı ki, biz bu barədə də danışacağıq. Eyni anda bir neçə iş masası yarada bilərik. Danışacağıq bu haqda daha güclü təhlükəsizlik və ələxüsus xüsusiyyətlə vurğulayım ki, ən populyar yeniliklərdən biri də ə, AI əsaslı ki, biz bunlara süni intellekt zəkası deyirik. Süni intellekt zəkası əsasında, yəni biz buna AI əsaslı deyirik, bir robotun hansı ki kapilot deyirik biz buna, süni intellekt zəkası bura əlavə olunub. Necə ki, inanmıram ki, şəxsən bu videoya baxan izləyicilər ChatGPT terminini anlamasınlar. Və bəlkə də bizə hal-hazırda baxan, dinləyən tələbələrdən gün ərzində ChatGPT onun əsas alətlərindən biridir. Yəni iş mühitində xüsusən, bax mən özüm həmçinin Azərbaycan Dövlət Dəmir Yollarının IT mütəxəssisiyəm və mənim ayrılmaz bir alətimdir ChatGPT, hansı ki, demək olar ki, istifadəçilərin işini asanlaşdırır. Nə deyirsən, ona cavab hazırlayır, hətta proqramlaşdırmaları icra edə bilir. Təbii ki, mükəmməl çətin proqramlaşdırmaları yox, sadə, primitiv proqramlaşdırmanı icra edə bilir. Bir sözlə, ChatGPT bugün insanların ən yaxın, belə deyərdim, sirdaşıdır. Çünki rahat bir şəkildə biz ChatGPT vasitəsilə öz tələblərimizi, öz istəklərimizi yerinə yetirə bilərik. Amma Microsoft şirkətinin də ChatGPT-nin analoqu olan eyni məntiq zəkasına aid olan bir sistemi var. Bu sistem isə Copilot adlanır. Hansı ki biz Copilot haqqında, bax burada həmin o danışdığım Copilotun ikonu yerləşir. Biz bu barədə növbəti video dərsimizdə danışacağıq ki, Copilot nədir, buradan necə istifadə etmək olar, danışacağıq bu barədə. Sadəcə üstünlük kimi deyim ki, süni intellekt zəkasının da bura əlavə olunması Windows 11-in üzərinə və bu Windows 11-i daha populyar olmağa gətirib çıxartdı. Yəni, bir sözlə, qısa olaraq yenə xatırladım ki, bizdən soruşsa ki, Windows 11 əməliyyat sisteminin Windows 10 əməliyyat sistemi ilə müqayisədə nəinki Windows 10 əməliyyat sistemi ilə, yenə deyirəm, Windows 11-in digər Windows əməliyyat sistemləri ilə müqayisədə əsas üstünlükləri nədən ibarətdir? Deyəcəyik ki, yeni və modern dizayn, Snap Layout, Snap Group funksiyaları, bu funksiyalar pəncərələrin daha optimal görkəmini təmin edir. Növbəti video dərsimizdə bunu bir yerdə təcrübədən keçiriləcək görəcəksiniz. Yeni Microsoft Store, yəni Microsoft mağazanın daha da təkmilləşməsi, daha yaxşı performans və enerji effektliyi. Bir çoxlarımız hər zaman kompüterin enerjisinin, yəni bateriyasının tez qurtarması barədə şikayətlənirdik. Windows 11 əməliyyat sistemində bunu nəzərə alıblar və təcrübədən də keçirilib.
ki eyni batareya tutumlu iki kompüterde biri Windows 10, biri Windows 11 əməliyyat sistemidir. Windows 11 əməliyyat sistemli kompüterin enerjisi daha gec tükənmiş olub. Və ona görə də Microsoft şirkəti özü rəsmi olaraq vurğulayır ki, daha yaxşı performans və enerji effektliyi Windows 11 tərəfindən rəsmi olaraq təqdim olunur. Sonra təkmilləşdirilmiş virtual iş masaları danışacağıq bu barədə. Ə, Daha güclü təhlükəsizlik və kopilot hansı ki istifadəçiyə söhbət əsaslı əsas interfeys vasitəsilə kömək edir. Bir növ ChatGPT-nin Windows, yəni Microsoft şirkətinin belə deyək, ChatGPT-yə olan imitasiyasıdır. Yəni ChatGPT-nin analoqudur. Bu video dərsimizi burada yekunlaşdırırıq. Bu Windows 11 əməliyyat sisteminə ilkin giriş idi. Yəni Windows 11-in Windows 10 əməliyyat sistemindən əsas üstünlüyü idi. Və son olaraq bir də bunu vurğulayım sizə ki, Windows 11 əməliyyat sisteminin bir neçə növləri var. Hansı ki, bu növlər digər əməliyyat sistemlərində də olduğu kimidir. Windows 11-in Home, Pro, Pro for Workstation, Windows 11-in Education, Enterprise, belə deyək, versiyaları da mövcuddur. Bu qədər. Növbəti video dərsimizdə biz Windows 11-in əsas obyektləri haqqında danışacağıq.